Bir əvvəlki videoda sistem nədir, nə işə yarayır, necə inkişaf etdirilir bunu başa düşdük. Bu videoda isə sistemləri necə işə salmalıyıq, niyə sadiq qalmalıyıqdan danışaq. Yenə bir nümunə ilə başlayaq. Deyək ki, illərdir şəxsi olaraq tək fəaliyyət göstərən bir biznes adamıyıq və telefon aksesuarları satmaqla məşğuluq. Bir nömrəmiz olub, bunun üzərindən çoxlu müştərilər bizimlə əlaqə saxlayırlar və biz bunları çatdırırıq. Bu parakəndə satışda ola bilər və ya toplu satışda ola bilər. Lakin artıq öyrənmişik ki, sistem deyə bir şey var. İnsan sistemdən işləməlidir. Ümumiyyətlə uzun müddətdə əgər daha keyfiyyətli xidmət göstərmək istəyiriksə, dəyər qatmaq istəyiriksə, işimizi böyütmək istəyiriksə, təkcə əməkdən yox, eyni zamanda texnologiyadan, sistemlərdən pul qazanmaq istəyiriksə, sistem qurmalıyıq. Bunu öyrənmişik və qərar vermişik ki, artıq komanda olaraq fəaliyyət göstərəcəyik və burada bir nəfərə gələn sorğuların cavablanması və müvafiq addımlar atması ilə bağlı vəzifə vermişik. Lakin hələ də bəzi müştərilər bizə yazır. Mən burada gördüyüm ən böyük səhv həmin o illərdir tək işləyən həmin sahibkar müştəri tərəfindən yazılanda sahibkar ona geri dönüş eləmək ehtiyacı duyur və onun bir növ sorğusunu cavablandırır. Lakin mən bunu yanlış hesab edirəm. Əgər sistem qurmuşuqsa, sistemə sadiq qalmalıyıq. Bir növ bizə yazan o müştəri bizim sistemdən kənar qurduğumuz bir axışla bizə yazırsa, uğurlu olmamalıdır. Onu müvafiq əməkdaşa yönləndirməliyik və ancaq o formada onun istəyi cavablana bilər. Əks halda bu tip davranışlar sistemlərin qurulmasına balta vurur. Bəli, ola bilər biz müəyyən müştəri itirərik burada, lakin müəyyən qədər müştərinin itirilməsi sistem qurmaq kimi vacib bir məsələdə fəda edilə bilən bir şeydir. Ümid edirəm faydalı idi. Növbəti videolarda görüşənədək.